buradan çıxmayınca mən oradan heç kimi çıxa bilməyəcəm. Cabirin ailəsi Allah'lığı verir. Mən sizi hamınızı səbirliklə gözləyirəm. Allah rızası üçün. Zəhmət olmasın. Kim namaz qılmaq istəyir, o başqa məsələ. Əməkdar artist Cabir İmanovun nəşi Nərimanov rayonundakı Cümə məscidinə gətirilib. Hazırda Cabir İmanovun xatirəsinə cənazə namazı qılınır. Cənazə namazından sonra Cabir İmanovun nəşi vida mərasimi üçün Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzinə aparılacaq. Ailəsi, yaxınları və dostları onunla vidalaşmaq üçün mərkəzə toplaşır. Aktyorun nəşi birazdan mərkəzə gətiriləcək. Köpəkxanın sonuncu dəfə nə vaxt görmüşdünüz? Sonuncu dəfə onların konsertində olmuşam, unutmuram, keçənlərdə. Bu barədə danışmaq çətindir. 5 gün bundan qabaq Cabir xahiş etdi və biz bir yerdə bir məclisdə idik. Mən oxudum, o rəqs etdi. Həmişə biz gülməkdən ağlayırdıq, indi isə ağlamağı gözləməzdim. Çox təəssüf olsun. Allah onun qohum və yaxınlarına səbir versin. Cabir gözəl insan idi. Bu sözləri əməkdar artist Ədalət Şükürov dostunun qəfil ölümü ilə bağlı danışarkən deyib. Cabir İmanovun vəfatından danışan sənətçi, onun əvvəllər infarkt keçirdiyi iddiasına da açıqlama gətirib. İfaçı bildirib ki, daha əvvəl infarkt keçirməsindən xəbərsiz olduğunu, ümumiyyətlə belə bir şey baş vermədiyini bildirib. Həmişə idman edirdi. Düşünmürəm ki, bu hadisə idman etdiyi üçün baş verdi. Cabir həmişə formada olub. Sonuncu dəfədə yaxşı arıqlamışdı. Kostyum çox yaxşı yaraşırdı. Qeyd edək ki, Cabir İmanov ötən gün Bakıda idman zalında infarkt keçirərək dünyasını dəyişib. Mərhum Qurd Qapısı qəbirstanlığında dəfn olunacaq.